Salam aleykum. Belə bir macun hazırlanır. Deməli qozdur, fındıq, bir də keşu. Temperatur 80 dərəcədir. Hardasa 2 saat yarım təxminən. Yuyulur təbii ki hamısı qəşəng. Sonra da qurudulur peçdə 80 dərəcədə. Bunu inşallah blenderdən keçirdib toz halını getirip hele böyle kaşıkla zavtrıkta istifadə etmeyi çok güzel bir vasitədir. Gözdür, beyindir, mədə bağırsaqdır, sümükdür. Bunlar kişi üçün prostatadır. Yəni, hər cəhətdə enerji deposudur, özü də qışda. Məsləhət görürəm. Belə də vur tut burada hardasa ən yaxşısı, ən yaxşı mal aldım. Təxminən 30-35 manat pul getdi. Amma bu hardasa ən azı bir 15 günə çatacaq. Yarım ay. Özü çox faydalı, doyumlu. Yəni ki, insan acımır. Yəni bunu yediyin bir də bəlkə də axşam saat 5-də biraz yeyirsə kifayət eləyir.